Salam dəyərli izləyicilər, oktyabr ayının 1-dən bu şəxslərin bazarlarda fəaliyyətinə qadağa qoyulacaq digər məlumatları da izləmək üçün burada üstəgəl işarəsinə toxunun ki, bir dəfə digər vacib xəbərlərimizdən də xəbərdar olasınız. Dəyərli izləyicilər, oktyabrın 1-dən bazarlarda bəzi şəxslərin fəaliyyətinə qadağa qoyulur. İcarəçilər yalnız obyektlərini vergi orqanında qeydiyyatdan keçirdikdən sonra işlədə biləcəklər. Satıcılar isə təbii ki, bu vəziyyətdən narazıdırlar. İsmayıllı bazarındakı satıcıların sözlərinə görə qazancları həmin vergini ödəməyə kifayət eləmir. Və Ucar bazarında çalışan xanımlar isə bildirirlər ki, ticarət obyektində bunu qarşılayacaq canlanma da yoxdur. Bazarda dərzi olaraq fəaliyyət göstərən şəxs isə 1-2 manatı güclə qazandığını deyir. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin əməkdaşı Günel Bəhramqızı bildirib ki, dəyişikliklər kənd təsərrüfatı məhsulları satılan açıq bazarlara və kənd təsərrüfatı korporativlərinə aid deyil. Yəni, yeni qərar yalnız bazar daxilində yerləşən obyektlərdə mağaza və köşk kimi yerlərdə satış edənlərə aid edilir.